Aleykümselam və rəhmətullahi və barakatuh. Qardaş soruşur ki, xəstə olan adamın əzalarını başqası tərəfindən yuyularaq dəstəmaz alınması doğrudurmu? Bəli, doğrudur. Yəni bir insan xəstədirsə və əzalarını yumağa qadir deyilsə, bu başqası tərəfindən onun əzalarını yuyaraq dəstəmaz alınması icazəlidir. Və hətta bacarmasa belə, yəni başqa bir insan olmasa belə və təyəmmüm edib namazını qıla bilər. Və lakin başqası tərəfindən xəstə bir insana dəstəmaz alındırmaq icazəlidir. Əgər o insan həqiqətən də dəstəmaz üzvlərini, əzalarını yumağa qadir deyilsə. Və sonra qardaş soruşur ki, ikinci sualda ki, və ərəb dilində qəlb sözü bizim bildiyimiz ürək mənasındadır, yoxsa daha başqa mənalar verir? Məsələn, uca, hündür, yüksək bir yer. Qəlb sözü, qardaş, ümumiyyətlə bir çox mənaları var. Qəlb sözünün bir çox mənaları var. Və qəlb sözü qaləbə feilinin məsdəridir. Cəmidə nədir? Qulubdur. Qəlb sözü qaləbə feilinin məsdəridir, cəmidə qulubdur. Və bu söz, baxır, yəni bu söz, qəlb sözü, bəli, bizim başa düşdüyümüz ürək mənası da verir. Hansı ki, insanın sol qabırğasının altında olur, sol tərəfində və orada boşluqdadır və bədənə qan vurur. Bizim başa düşdüyümüz, bəli, ürək mənasını da verir. Və həmçinin qəlb sözü başqa sözlə gələndə bir çox mənalar verə bilər. Məsələn, insan desə ki, qələbəli ard, məsələn, yer fırlandı, çevrildi. Məsələn, insan desə ki, qaləbə aynəhu, yəni onun gözü çevrildi və o deməkdir ki, yəni qəzəbləndi mənasındadır. Yəni, qaləbə sözü öz-özlüyündə qaləbə feili çevrilmək mənasındadır. Qaləbə feili çevrilmək mənasındadır. Məsələn, insan desə ki, inqaləbə səyyara, məsələn, maşın açdı. Bu mənanı verir. Artıq o ki, dəyişdi. Məsələn, insan desə ki, qaləbəllahu rəculə iləyhi, yəni Allah da o kişini apardı, çevirdi. Yəni o demək ki, Allah da onu öldürdü. Yəni qaləbə feili öz-özlüyündə çevrilmək mənasındadır. Öz-özlüyündə qaləbə feili. Və başqa sözlərlə gələrsə mənası dəyişə bilər. Dəyişə bilər mənası. Başqa sözlərlə işlədiləndə mənası dəyişə bilir. Və sözə görə mənası olur. Və həmçinin qalb sözü də, hansı ki, o feilin məsdəridir, qəlb sözü də, bəli, bizim başa düşdüyümüz ürək mənası verir. Aydındır. Yəni, qaləbə feili də əsas mənası çevrilmək mənasındadır, çevrilən, dəyişən mənasındadır. Lakin başqa sözlərlə də cümlədə işlədilərsə, həmçinin başqa mənalar da verə bilər. Allah bir daha doğrusun.